Herkese salam uşaqlar. YouTube kanalıma xoş gəlmisiniz. YouTube kanalımıza. Amma qərib bəy neçə gündür kadrlara girməyi xoşlamır, bilmirəm niyə. Bu gün sizə Bravo Coffee Roastery'dən danışmaq istəyirəm. Biz burada oturmuşuq, kofe içirik. Çox yaxşıdır. Qiymətləri də çox baha deyil və o qədər gözəldir ki, buraya şəkil çəkdirmək istəyənlər məkanını deyə bilərəm də sizə. İndi videolarını da qoyacağam. Mütləq baxın. Bu günləri bilmirik hara gedəcəyik. Çünki 2 gündür dayanmadan burada yağış yağır. Amma ümid eləyirəm ki, bir yer taparıq getməyə. Çünki bura gəldiyimiz müddətdə yəni gəzmək istəyirik, amma hələ ki alınmayıb. İndi görək nə edəcəyik. Sizin üçün çəkib paylaşacağam. Salamlar hər kəsə. Buludlardayıq. Buludların üstünə gəzirik. Arzu xanımlar razıdır. Demək ki, Türkiyə mərkəzində çoxlu mollar var, amma xırda mollardır. Bizdən fərqli olaraq köhnə binaların içini abadlaşdırıb mol eləyiblər. Amma mol, bizi oxşar mollar şəhərdən kənardır. Biz də bu günləri elə birisini gəlmişik. Nə idi? Venetsiya Mall, Outlet Mall, nəsə belə bir şey idi. 2 mərtəbədən ibarətdir. Katalogunu görürsünüz. Belə. Burada outlet də var deyilənə görə. Biz həmin o outlet axtarışındayıq və baxırıq hələ ki, görək nə olur. Starbucks. Hara gəlmişsən? Xanım narahatdır. Konuşmaq istemiyor, bəlkə birazdan koşuyor. Zarafat eləmə qurbanın olum. 3 saat yarım yol gəldiyimizdə dinən ki 3 saat. Onu sonra konuşuruz. Hər işdə bir xeyir var deyirlər, amma ki xeyirsiz tərəfləri də çox oldu. İstanbul gözlədiyimiz kimi rahat olmadı, nə yalan deyim. Qəşəng olsa da rahat olmadı. Belə, konuşuruz abilər. Deməli uşaqlar, biz qəribin də dediyi kimi Venetsiyaya gəlmişik, amma burada hava çox pisdir və çox yağışlıdır. İnsanlar da çoxdur, ona görə nə normal şəkil çəkdirə bilirik, nə də normal sizin üçün videolar çəkə bilirik. Sadəcə biraz göstərmək istəyirəm, biraz da haqqında danışmaq istəyirəm. Əvvəlcə göstərirəm sizə. Yəni Venetsiya dedikləri budur, yəni Bakıda daha böyükdür təbii ki. Bu sadəcə mol olduğu üçün çox qəşəng görünür. Və bu şəkildə bütün mağazaların görünüşü çox fərqlidir. Ondan sonra demək istəyirəm ki, yeyiləcək, içiləcək yerlər çoxdur. Qiymətlərini hələ bilmirik, çünki hələ heç bir yerdə oturmamışıq. İçəridə masaj kresloları var, özünüzü masaj etdirə bilərsiniz. İnsanların əlindən yer tapsanız. Ondan sonra qiymətləri çox da baha deyil, amma ucuz da deyil. Azərbaycandakı Waikiki-dən buradakı Waikiki arasından dağlar qədər fərq var. Yəqin ki, bura gələnlər məni təsdiqləyər. Buranı da göstərim sizə. Yəni, belə kiçik bir yerdir. Düzdür, şəkillərdən və yaxud da videolardan başqa cürə görürük hər zaman, amma reallıq tam başqadır. Mən də sizə reallığı göstərməyə çalışıram ki, bura gələndə hara gəldiyinizi biləsiniz. Venetsiya çox uzaqdadır. Maşınla gəlmək heç sərf eləmir. Avtobusla, metro ilə gəlmək olmur. Avtobusla gəlmək olur. O da biz, məsəl üçün, çox təəssüflər olsun ki, avtobusla gəlmək qərarına gəldik və 2 saat yarım ayaq üstə yol gəlmişik. Bilənlər bilir ki, mən fizioterapiyadan təzə çıxmışam və bura gəlmişəm. Yəni, çox dəhşətdir buralar. Yəni, bu qədər, hələ ki bu qədər. Uşaqlar, indi sinema muzeyinə gəlmişəm. Amma ki, çox təəssüflər olsun, mikrofonu və stoykanı qoymadılar, GoPro-nu da qoymadılar. Ona görə belə gəzəcəm. Hafizə ana. Uşaqlar, babam sınıfda qaldı. Baxmısınız? Şaban və Qulyabani.
baxmamışam. Amma Hababın sınıfların hamısına baxmışam. Belə görünür. Amma planşetlə belə insanlar gəzir. İndi belə bir otağa gəlmişəm. Bu arada soruşsanız ki, qərib hardadır? Qərib çöldə kofe içməyi seçdi. Çünki Türk kinolarına baxmayıb. Ona görə mən tək girdim. Həm də burada James Cameron'un da sərgisi var. Orada baxmaq istəyirəm. Deməli, uşaqlar, bu gördüyünüz əsər James Cameron'un əsəridir. Bu da demək istədiyi oymuş ki, hər şey dünyada üçgən formada olur və ən başda duranlar hər kəsin tanrısıdır. Bu tip bir əsərdir James Cameron'un. Yəni çox gözəldir gördüyünüz kimi. Burada belə əsərləri də var. Yuxuların James Cameron həyatında çox böyük rolu olduğuna görə o tip əsərlər çəkməyi sevirmiş. Bu isə Metamorfoz adında bir əsəridir. Bu əsərdə orxideya çiçəyi ilə qadının gözəlliyini birləşdirib. Çox maraqlıdır, yox? Uşaqlar, burada belə bir şey tapdım. Sizə göstərməsəm ölərdim. Boyu o qədər böyükdür ki, təsəvvür edin. Bir dəqiqə əlimi sizə necə göstərə bilərəm. Əlim bu qədərdir və bu qədərdir də. Çox böyükdür. Bu da Avatar filminin çəkilişindən sonra istifadə olunan bəzi aksesuarlardan biridir, ayaqqabılar. Görürsünüz nə boydadır? Çox yekədir. Bead for the birth of our son. Burada gördüyünüz kimi Türkiyənin çox tanınmış, keçmişdən gələn, pərdə arxasından işıq verilərək etdikləri teatr, yəni Karagöz və Hacivat var. Həmişə bu mənə maraqlı gəlib. Çox maraqlıdır, yox? Bu arada təngi nəfəsim, çünki burada pləkanlar çox böyükdür. Bu qədər pləkandan qalxmışam yuxarı. Uşaqlar, burada isə Amento gəmisinin necə yeridiyi haqqında çəkilən filmlərdən istifadə olunan obrazlar və sairələrin gördüyünüz kimi aksesuarlar falan, şəkillər var. Çəkilib. Bu isə Jimo və Zumo. Burada onların həm çizgi filmi, həm də ki oyuncaqları var. Çox şirin. Keçmişdə istifadə olunan işıqlar və səs mikrofonları, projektorlar çox nəhəngdir. Videoda bilmirəm nə dərəcədə düşür, amma çox nəhəngdir. Burada isə kameralar, bir dəqiqə sizin üçün. Keçmişdə istifadə olunan, Türkan Şoray'ın filmində istifadə olunan kamera. Daha sonra Birləşən Yollar filmi haqqında o dəftərlər harada yazılıb, necə bölünüb, hamısı burada qeyd olunub. Tarık Akan'ın və Türkan Şoray'ın filmlərinin keçmiş broşuraları, bunları asıllanmış, insanlar gəlirmiş. Bu o filmdən rəsmlər. Bu isə bu nədir? Burada filmin aldığı medal var. Bu da kamerasıdır.
bilirsiniz. Bunlar hamısı keçmişdə filmlərin qapaq fotosuymuş. İnsanlar bunlara baxıb gəlirmiş. Hamısının filmin yanında keçmişdə aldıqları medallar. Wow. Çox qəşəngdir. Ha, bu təzə filmlərdir deyəsən. Ha, 2006'da falan çəkilən filmlər. Maqnitli səs cihazı və maqnitli həm səs yazan, həm də kamera çəkən keçmişdə istifadə olunan kameralar var. Bu 1950-yə aiddir. Bu isə kameranın millimetrini ölçmək üçün aparatdır. 1927-yə aiddir. İngiltərədən gətirilib. Gördüyünüz kimi. Deməli, burada maraqlı bir şey var. Orada filmlər, knopkaları basdıqca burada onun haqqında məlumatlar çıxır, videolar çıxır, səslər falan. İndi mən fire bastım, ateş. İndi başqasını basacağım. Rüzgarı bastıq. Tam birini də basaq gedək. Nəyə basaq? Aha, sümük qırılmağı səsi. Bu müzik çox qəşəngdir. Çox bəyəndim. Burada yenə kameralar, fotoaparatlar amma fərqli. Gördüyünüz kimi qarmona oxşuyur. Projektordur, projektor aparatlarıdır. Mən keçmişdə buna jeton atıb, gözlərini ora tutub, teleskop kimi dans edən qızlara baxa bilirlərmiş. Çox maraqlıdır, yox. Dracula İstanbul. Ondan sonra bunlar stereo kameralardır. Burada gördüyünüz kimi içinin məlumatları, kasetləri. Bunlar fənər slaytlarıdır. Çəkilən şeyləri baxın belə göstərirmiş. O vaxt bizdə uşaqlıqda belə aparat var idi. Fotoaparat kimi içində kasetləri var idi. Yumru qoyurdu, dəyişirdi. Bu onlardandır, amma bunun professionalıdır, keçmiş. Neçənci ildə? 1870-1880-ci ildə. Bəli, isə dediyim o Karagözlə Hacivat keçmişdə bu şəkildə insanlara göstərilərmiş pərdənin arxasında. İşıq tuturlarmış, bunu oynadılarmış belə. Bizim Kuka teatr kimi də. Bu da onlardan qalma şeylərdir. Yəni hansılar istifadə olunurmuşsa odur. Bu da onların həmin o pərdələridir. Arxasında Karagözlə Hacivat. Wow, çox qəşəng. Muzeyimiz bitdi. 3-cü kat deyir. 3-cü kat burada yəqin ki. Mən isə divarlarını, patologlarını göstərmək istəyirəm. Nə qədər gözəl olduğuna baxın. Çox gözəldir, yox. Hələ siz buranın patologuna baxın. Sənət əsəridir. Bura baxın, çox gözəldir. Uşaqlar, çıxdım indi düz qabağında belə bir kofe shop var. Yəni burada hər şey ekstra gözəldir. Ben size göstermemiş, getmək istəmirəm çünkü burada biz kofe içirik. Dedim içərisini sizə göstərim. Görün nə gözəldir. Çox gözəldir, yox? Salam.